Mühərrikinizin belə taldan asılı qalmanı istəmirsinizsə, vaxtında qeydində qalmaq lazımdır. Yaxınlaş başqa şey göstərəcəm. Bu gördüyünüz mühərrik Ford Fusion idi, yığıldı. Amma bəzən elə avtomobillər olur ki, onların mühərriki istismara yaramır. Artıq yəni yığmaq da mümkün olmur. Düzdür, biz sökürük, əsasən yığmağa çalışırıq. Amma elə olur ki, əlimizdən isə gəlmir, mühərriki dəyişilməli olur. Bu gördüyünüz Ford Mondeo 2 mühərrikdir, Evropeyka motordur. Mühərrik ümumiyyətlə ələ gəlmirdi və bizdə olan mühərriklər də hamısını çalışırıq yaponka olsun. Bildiyimiz kimi yaponka mühərriklər hamısı az probelli olur. Və qoymuşuq mühərriki bunun üzərinə. Gördüyünüz kimi də necə deyirlər, saat kimi işləyir. Əla vəziyyətdə də çıxdı, xeyirli olsun. Evropeyka 2 mühərrik. İndi növbəti mühərriki göstərəcəm sizə. O da belə deyək, istismar müddətini bitirmiş mühərriklərdən idi. Yaxınlaş bir dənə. Bu da 1.6 mühərrikdir. Buna cəmi cümlətanı bunun belə deyək, çox az probelli mühərrikdir. 20.000 kilometr getmiş mühərrikdir. Belə baxanda da bilinir. Yaxınlaş mühərriki göstər yaxından. Yəni qardaşın maşınına qoydu. Xeyirli olsun. Yəni belə bir mühərrik heç vaxtı olmayacaq. Olacaq. Yəni olsa da Ford klubda olacaq. 20.000 kilometr getmiş 1.6 mühərrik. Xeyirli olsun müştərisinə, vaxtında avtomobilin qeydinə qalın ki, belə mühərrik problemlərlə qarşılaşmayasınız.